Qışla çərşənbələrin qovuşduğu günlərdə yol başladıq Aran Qarabağa. Ağcabəddə yeni tikilən 3 mərtəbəli oteldə istirahət edib, sübh tezdən gedəcəyimiz ünvana yol aldıq. Beyləqanın yuxarı Kəbirli obası səhərin şirin yuxusundan təzəcə oyanırdı. Səfər bələdçimiz Niyazi Əsgərovun ata ocağı bizi açıq alınla qarşıladı. Niyazi doktor, ata yurdumda xoş gördük sizi. Nə yaxşı ki, şendir ata yurdum. Hərdən yolumuz düşəndə, xeyrə, iraq olmuş şərə, kənddə, məktəbdə müəyyən tədbirlərlə bağlı görüşlərə rahatlıqla gəlirsiniz. Duyğularınızı, fikirlərinizi bilmək istəyərdik ata yurdumda. Bura Beyləqan rayonu yuxarı Kəbirli kəndidir. Amma cəmaatımız, əslimiz Ağcabədilidik. Ağcabədi Kəbirlisindənik. Belə olur ki, ərazi cəhətcən biz Beyləqana düşmüşük. Bura mənim ata yurdumdur. Bax, burada Azərbaycan Respublikasının əməkdar müəllimi Əli Əsgərov yaşayıb, yaratmışdır. Əməkdar müəllim adında bax, burada yaşayanda alıbdır. Burada məktəbdə dərsli illərdə alıbdır. Gəlirik biz bura, indi zamanə elə gətirib ki, hər bir tərəfdədir. Qardaşlarım Rusiyada yaşayır. İlham Rusiyada yaşayır, indi gəlibdik. Qızının xeyir işi idi, o günü buradaydıq, yığılmışdıq həmin xeyir işi. Gəlirik bura, tədbirlərə gəlirik, məktəbi gəlib ziyarət edirik, atamı ziyarət edirik. Buraları hər bura gələndikcə şənlənirik, böyük qürur hissi eləyirik. Necə deyəm, buradan ilhamlanırıq. Böyük sevinirik ki, nə yaxşı şəndir ata yurdumuz. Bəli, ata yurdu. Ata yurduna gələndə elə bil ürəklənirik. Şu olmaq çox gözəl şeydir. Çünki burada qədim ruhları yaşadırsan, burada yaşayıb dünyasını dəyişənlərin ruhları rahatdır ki, yurdu şendir, obası gəlimli, gedimli, qonaqlı, qaralıdır. Buyurun, evin son beşiği kimi fikirlərimizi bölüşək. Mən əvvəla üçün hamınıza xoş gəldin deyirəm. Çox sağ olun, zəhmət çəkmisiniz, gəlmisiniz. Həmişə siz gələsiniz, bizim elə obaya, bu ocağa. Çox sağ olun. Mənim üçün bundan əziz heç nə yoxdur bu dünyada. Ata yurdunda qalmaq, bu ocağı yandırmaq, ikinci bir, necə deyim? Şənləndirmək. Yoxdur. Buradır. Bura gələndə, bura mənim üçün o qədər enerji alıram ki, hansı bir yerə geçsəm də, istirahətə, buradakı olanı rahatçılığı heç yanda alamıram. O mənəvi gücü buradan götürürəm. Çox gözəl əzizim, çox gözəl. İlham gəlir, burada oturur. Nə vaxt bu İlham burada oturan kimi bütün bacı, qardaş, uşağı, qardaş uşağı hamı yığılır bura İlhamın başına və hamı buradan o enerjini alır. Dediyi kimi o İlham o enerji alır ama hamı o enerjini alır. Kəbirli adıyla tanınan yer, yurd adları çoxdur Aran Qarabağda. 24 Oğuzlardan olan bu qədim türk soyu min illərdir ki, bu qədim yaşayış məskənimizdə
yurt salıb binələnib. Milli Onkologiya Mərkəzinin bir qrup əməkdaşı və Beyləqan rayonunun yurt sevgili övladları təşrif buyurmuşdu yuxarı Kəbirli obasına. Onkoloq, tibb üzrə fəlsəfə doktoru Elçin Bilaloğlu 2023-cü ildə çap olunan Kim üzr istəməlidir əsəri ilə bir neçə il əvvəl bu tibbi personalla Əli Əsgərov adına məktəbin qonağı olmuşdu. Kitab Zori Balayana hazırlanmış tutarlı cavabdır. Təkcə Zori Balayan məsələsi deyil. Ümumiyyətlə ermənilərin Qafqaza köçürülməsi, Azərbaycanda törətdiyi faciələr, bunların hamısının elmi əsaslı kökü araşdırılır. Yuxarı Kəbirli kənd orta məktəbi ilə bizi və tamaşaçılarımızı tanış elə. Bu məktəb 1964-cü ildən fəaliyyət göstərir. Yaradıcısı məktəbimizin təməlini qoyan Əli Əsgərov olmuşdu. Əli Əsgərov alın təri, əl qabarı ilə bu məktəbin təməlini qoyanda özün yox, xalqı fikirləşmiş, xalqın maariflənməsi uğrunda böyük addımlar atmışdı. Həmin dövrdən başlayaraq məktəbimiz fəaliyyətini davam etdirir. Biz də bugün bu məktəbdə işləyirik. Əli müəllimin oğlu Niyazi həkim həmişə bizə dəstək olmuşdu. Məktəbdə bir sıra işlərin görülməsində bizlərə dəstək olmuşdu. Buna görə Niyazi həkimə çox sağ olsun deyirəm, öz böyük təşəkkürümü bildirirəm. 2020-ci ildən başlayaraq Əli Əsgərov adına tam orta ümumi təhsil məktəbi davamlı olaraq Respublika Fənn Olimpiyadasının final mərhələsində qalib olaraq medal gətirir. Fevral ayında bir sıra tədbirlərimiz olmuşdu. İlk öncə mən danışmaq istəyirəm 14 fevral tarixi ilə. 14 fevral tarixi dünya dövlətləri içərisində başqa adla qeyd olunsa da Azərbaycan xalqı üçün faciəvi bir gündür. Sonra bizim silsilə tədbirlərimiz olmuşdu. 21 fevral Beynəlxalq Ana Dili gününə təsadüf eləyir. Biz bilirik ki, ana dilinin saflaşması, zənginləşməsi, o istiqamətdə mühüm addımların atılması bir məktəb olaraq da bizim üzərimizə müəyyən işlər düşür. Biz onları yerinə yetirməyə çalışırıq. Yəni bu istiqamətdə də bizim silsilə tədbirlərimiz olmuşdu. Ana dili bizim müstəqillik atributlarımızdan biridir. Biz hal-hazırda şagirdlərə bu dilin saflaşması uğrunda, zənginləşməsi, bu dilin içərisinə başqa yad sözlərin daxil olmaması uğrunda şagirdlərlə söhbətlər aparırıq. Sonra fevral ayı gələndə bu təbii hər bir Azərbaycan vətəndaşının qəlbi ağrıyır, qəlbi göynəyir Xocalı hadisələri. Xocalı hadisələri ilə bağlı olaraq demək olar ki, fevral ayının əvvəlindən başlayaraq bizim silsilə tədbirlərimiz olmuşdu. Yəni foto sərgimiz olur, şagirdlərə filmlər nümayiş olunur, siniflərdə söhbətlər aparılır, debatlar aparılır, ümumi təhsil yəni tədbirlərimiz keçirilir. Yəni Xocalı bizim qan yaddaşımızdır. Qanla yazılan bir tariximizdir, unudulmayan bir tariximizdir ki, yəni bunu silsilə tədbir şəklində mütəmadi olaraq keçirdirik ki, yaddaşımızdan silinməsin və bu tarixi bir də Azərbaycan xalqı yaşamasın. Salam əziz qonaqlar, hörmətli tədbir iştirakçıları. Bugünkü tədbirimizdə sizləri məktəbimizdə görməyimizə çox şadır. İcazənizlə bugünkü tədbirimizi açıq elan edirəm. İndi isə çıxış üçün söz məktəbimizin 9-cu sinif şagirdi və Zəfəri Mübarək şeir müsabiqəsinin qalibi Yusifli Yağmura verilir. Bayraqları bayraq yapan üstündəki qandır, torpaq, uğrunda ölən varsa vətəndir. Dostum, keçdiyin yerlərə torpaq deyib keçmə, tanı, düşün altında minlərcə kəfənsiz yatanı. Sən şəhid olsan, incitmə yazıqdır atanı, vermə dünyalar alsan da bu cənnət vatanı.
Verme dünyalar alsan da can Azərbaycanı. Kim bu cənnət vatanı uğrunda olmaz ki fəda? Şühəda şıqıracaq, torpağı sıxsan şühəda. Canı, cananı, bütün varımı alsın da xuda. Etməsin tək vətənimdə məni dünyada cüda. Gətirin, gətirin o yüksəngli müqəddəs bayrağımı. Gətirin mənim azadlığımı. Gətirin mənim müstəqilliyimi. Bayraq bizim üçün şərəf deməkdir. Bayraq bizim üçün mənlik deməkdir. Bayraq bizim üçün ləyaqət deməkdir. Işıl ışıl, dalğa dalğa bayrağım. Sənin dastanını oxudum, sənin dastanını yazacağam. Səni mənim gözümdə görməyənin məzarını qazacağam. Səni salamlamadan uçan quşun yuvasını dağıdacağam. Dalğalandığın yerdə nə qorxu, nə kədər, nə olar? Nə olar kölgəndə mənə də yer ver. Sabah olmasın, günəş çıxmasın. Nə olacaq ki? Vətənimin ay ulduzunun ışığı yetər. Ey rüzgarlarda dalgalı, barışın göyərçini, müharibə qartalı. Yüksək yerlərdə açan çiçəyim, tarixim, şərəfim, şeirim, hər şeyim. Bu ay yıldız, boyaların qurultayı nə demək? Bizcə böyle söylemek. Bu göy boya, göy Moğol'dan doğmuş bir Türk nişanı. Bir Türk oğul olmalı. Yaşıl boya, İslamlığın sarsılmaz imanı. Yüreklere dolmalı. Şu al boya da azatlığın təcəddüdün fermanı. Medeniyet bulmalı. 8 uçuşu yıldız, 8 hərfli od yurdumun esaretin gecesinden fürsət tapmış kuş gibi sabahlara kaçmıştı. Şu hilal da Türk bilgisi, düzgün sevgi nişanı yurdumuzu gucmuştur. Ürəyimizdə bir dilek vardı. Gün o gün olsun bayrağımız Qarabağdan dalgalansın. Budur artık şanlı bayraq Qarabağdan dalgalanır. Yaşasın bayrağımız, yaşasın şanlı ordumuz, yaşasın Ali Başkomandan, yaşasın Azərbaycan! Qaydırıq görüşümüzə. Niyə məhz Yuxarı Kəbirli obasına ikinci dəfə qonaq gəliblər bizim qəhrəmanlarımız? Bu suala yurdun layiqli oğlu, xeyirxahı Niyazi Əsgərov belə cavab verir. Bugün çok gürurluyam burada. Ona göre ki bu son iller Bəxtəranə müəllimə sadaladı. Neçə uşaq burada qızıl medal alır, olimpiyada birincisi olur. Bu 64-cü ildən bu məktəb yaranıb fəaliyyət göstərib. Düzdür, bizim böyük şəxsiyyət müəllimlərimiz olub. Əli müəllim, Həsən müəllim, Zakir müəllim, kim dünyasını keçirdi, kim yaşayır müəllimlərimiz burada da oturublar. Böyük oturanlar da hamısı böyük müəllimlər də, amma bu məktəb son illər ikinci bir nəfəs alıb. Məktəbi yaşadan, məktəbə energiyanı verən müəllimlərdir. Hara geçsək də müəllimdir. Amma bu müəllimlər bir ağacın meyvəsi, barı olduğu kimi bununla nə ilə ölçülür? Dəyər də verilir ki, bunun uşaqları hara çıxır? Kim çıxır? Hansı müəllimin uşağı? Uşaqlar hara çıxır? Bu məktəb son illər, necə deyim, parıldayır, bar verir. Neçə qızıl medal, neçə gümüş medal, nə bilim, birincilik. Yəni bu əvvəllər olmuyor. 600'den yukarı bal toplayıp bu deyil bir geçək balamız burada durup buna necə sevinməmək olar, necə gürurlanmamaq olar buna. İndi Qarabağ Üniversitetini seçib, bəli. Qarabağ, yəni bu onu göstərir ki, öz Qarabağımızda, öz tamarzı qaldığımız Qarabağımızda, indi bax həmin yerdə çıxıb gözəl bir mütəxəssis olacaq. Xocalı soyqırımıdır. Bəli, Xocalı soyqırımı erməni faşizminin, erməni vandallarının bizə qarşı törətdiyi ən böyük, necə deyim, cinayətdirmi, vəhşilikdirmi? Ki bu tək Xocalı olmuyor. Xocalıdan başqa da çox olub. Elə ki, həmin illərdə Kəlbəcər hadisəsi olub, 1905-18-ci illərdə olub bu hadisələr. Qıra-qıra gediblər. Nəysə, Xocalı bu tragediyanın başında durubdu. Yaxşı ki, bunu yadda saxlamışıq. Bunu elə xatirələrə salıb keçirtmək və biz də belə gəldik ki, bunu yad eləyək. Biz 2 il öncə bu məktəbdə olduq. Onsuz da bu məktəb dediyimiz kimi
hamımız sevirik, məktəbdə olduq. Bizim həmkarımız Elçin doktor Elçin Bilaloğlu gözəl bir kitab yazdı. Kim üzr istəməlidir? Kitab baba belə bir kitabdır. Bu Elçin doktor yazardı, tək bu kitab deyil. Bu saatda tibba aid bu qidalanmaya aid bir kitab yazır. 6 dənə bu belə bir kitabdır çıxarır. 4'ü çıxıbdı, 2'si qalıb. Yəni bu adam yazır. Bu Elçin Bilaloğlu yazır. Nəysə belə bir kitab çıxartdı ortaya. Sözün düzü biz heç bu kitabdan xəbərimiz yox idi bunun bunu yazdığından, amma söhbətlərdə gedirdi. Təəssüf keçdik, bu hadisələrdən danışırdı, eləyirdi. Nəysə birdən görürük ki, kitab çıxıb ortaya. Mərkəzimizdə təqdimat keçirildi, görkəmli şəxsiyyətlər gəldilər. Kitabları indi biz də götürdük, paylayırıq bura. Mən belə qərara gəldim ki, bu kitabı kimə verim? Verəcəm ona, buna qalacaq, polkaya qoyacaqlar, yaddan çıxacaq. Dəyər ver, bu kitabı kim oxuyacaq? Burada vərəqləsən ensiklopedik materiallar var. 200 il haqqında Azərbaycan başına gələn müsibətlərin hamısını toparlayıb izahını dedim bunu ancaq müəllimlər oxuyacaq. Bundan müəllimlər yararlanacaq. Bundan şagirdlər yararlanar və bu burada işə yarayacaq. Bundan istifadə edəcəklər. Bu kitabı götürdüm ki, yarısını bu məktəbə, yarısını o Sabir adına məktəbimizə ora veririm. Elçin doktora dedim, mən kitabı götürüb oraya edirəm. Dedi, o elə mən də sizin gidin birlikdə. Sonra Azad doktordan dedi, Azad doktor xəbərdarlıq eləyirik ki, rəhbərimizdir, biz ora gedirik, yəni biləsiniz, belə-belə, nə gedirsiniz, belə gedirik, dedi, elə mən də gedirəm. Neysə, gəldik bura, biz gəlib bura kitab təqdimat verib gedəcəkdik, amma bu kitab burada başqa bir formu oldu. Böyük təqdimatı oldu bu kitabın burada. Bu elə təqdimat oldu ki, bu heç yadlardan çıxılası deyil. Və bu kitabda o cümlədən Xocalıya aid olan bütün materiallar burada. Neçə yerdədir Elçin doktor? 90 yerdə Xocalı haqqında olan məlumatlar burada bu öz əksini tapıb və buna görə biz yenə belə qərar verdik ki, bu ildə bax bu Xocalı soyqırımın bu məktəbdə anacıyıq, qeyd edəcəyik və elə bu kitab haqqında da o cümlədən. Bu kitab həqiqi böyük ensiklopedik materiallara, biliklərə malik olan bir kitabdır. Bu kitabdan stolüstü bir kitabdır demək olar ki, bizim evdə elə göz qabağındadır. Nə vaxt istəyirsən, açıb vərəqləyirsən, baxırsan, yəqin ki, burada da bu o cür. Bunu kitabı məktəbi, kəndin ağsaqqallarına da, elm adamlarına da, maraqlı adamlara da payladıq, verdik bu kitabdan. Bu ən böyük təşəbbüskar bizim, bax, burada bu kəndə yenidən gəlib bu formada gəlməyimiz Elçin Bilaloğludur və bu kitabdır. Kim üzr istəməlidir? Gözüm yollarda qalmışdı. Xəbər yox, kül qırağından. Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından. O yerlər min xəyal eylər, təbiət şeirə layiqdir. Ötər bülbül səhər tezdən gülün yaqut dodağından. Çəmənlər, yasəmənlər göz vurub bir cilvə göstərsə, durar könlüm, çıxar seyrə həyatın qəm otağından. Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır. Düşər bir gün laçın könlün, şeir sənət marağından. Şahım, təhlükədir Vaqif doğrudan, onu gözünüzdən qoymayın bir an. Deyir qanunlarda yoxdur həqiqət, deyir ki pərdədir bütün şəriət. Nədənsə Elaba çox sevir onu, bilməyir bu qədər tərs olduğunu. Bir də ki bəş dostudur o qaçaq eldar, sizin düşməniniz bəl o murdar. Vaqif yaşadıqca qorxudur bizə, şair görünməsin gözlərinizə. Yazdığı cavabdan bilmişəm onu, dayan soğuraram göyə tozunu. Qoy gəlsin əylənib gülüşək biraz, bizim dilimizi o bağlayanmaz. Aha, baş əyməyir huzurumda bu. Yoxdur vicdanında qanun qorxusu. Şair, hökümdarın huzurundasan. Bunu sizsiz belə düşünürəm mən. Bəs baş əymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman neylər dediyiniz quru bir vicdan. Vicdan dedikləri bir həqiqətdir.
beşiği, məzarı əbədiyyətdir. Bəs zindan necədir? Qaranlıq zindan? Soyuq məzara da zinətdir insan. Yenə göylərdədir şair xəyalın. Əzəldən hüdudu yoxdur kəmalın. Aha, sınayırdım idrakinizi. Doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq etmiş sizi yaradan. Dünyada qalacaq yalnız yaradan. Çox gözəl, çox gözəl. İnanın ki, sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu saray, göylərin bu saati, o ulduz, o ay sizə tapşırılsın bu gündən gərək. Ancaq bir şərtim var. Buyurun görək. Gərək fars dinləyəsin sənətkar. Farsın öz qüdrətli şairləri var. Çoxdur onlarda böyük sənətkar. Bizim bu dağlarını oğlayan mən də az-az uydururam yeri gələndə. Yaxşı, gələr götür bu inadından. Bu qədər naşükür olmasın insan. Aldada bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaşayanları, mən ellər bağında azad bir quşam, mənsəbə, şöhrətə satılmam. Ayağı çarıqlı kiçik bir ölkə, böyük firdoslar yarattı bəlkə. Dayan, bu baxtanın hər bir budağı üstündə minçək mingül yetişdirmiş, sizin güldüyünü çoban torbağı, polatlar mübarizlər yetirmiş. Birinci dəfə keçirilən görüş məktəbin güllü şəhərli həyətində təşkil olunmuşdu. Havalar biraz isti idi, həyətdə oturmaq mümkün idi. Şagirdlərin və müəllim heyətinin fəallığı, işgüzarlığı, məktəbin ümumi sədiyyəsi gələn qonaqları heyran eləmişdi. Niyazi Əsgərov demişkən, elə ikinci gəlişin əsas səbəblərindən biri də məhz bu idi. Hamıza uğurlar, can sağlığı, yenə hər şeyin başında bu Xocalı hadisəsi və nəhayət ki biz bu Xocalı hadisəsinin, necə deyim, intiqamını aldıq. İntiqam dərk eləmir. Qisasını aldıq. Qisasını aldıq, intiqamını aldıq. İndi Xocalı da qalıb yerdə, indi hamımız Xocalıda da gəzirik, Xankəndidə də gəzirik. Yəni heç kimin ağlına gələsi və ağlına sığmayan bir şeydir. Bu da oldu, yerinə yetirildi. İndi mən aratar deyiləm, danışacaqları vaxtı yəqin məlumat verəcəklər. Daha geniş məlumat verəcəklər. Oldu, sağ olun, can sağlığı hamıza. Məktəbimizə böyük uğurlar, bu məktəbə böyük uğurdasınız. Sizin hamıza can sağlığı, müəllimlərimiz oturub, hamıza can sağlığı. Uşaqlar, bax uşaqlar, şagirdlər, müraciətim sizədir. Bax, bu balalar kimi, indi hələ Elçin doktor çıxış eləyib özünün bir töhfəsi var, onu deyəcək. Yəni uşaqlara, bax gələcək sizindir, siz də bu tədbir hamısı sizin üçündür, bax uşaqlar. Yaxşı, sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Mən Qazaxdanam, kəndimiz Ağkönə kənd orta məktəbi var. Bir nəyə nail olmuşamsa, o məktəbin səbəbinə nail olmuşam. Amma o məktəb məni açığın deyim də, bəlkə də demək düzgündür, o qədər çəkmir, nəinki bura. Niyazi mənə deyəndə ki, 2 il bundan əvvəl, dedim, mənə bir 10 dənə kitab ver, məktəbə aparacağım. Dedim, Niyazi, sən gedirsənsə mən də gedirəm. Sağ olsun, Azad müəllim də gəldi və biz fikirləşirdik, təkrar olsa da deyəcəm, kitabı verib gedəcəyik. Amma burada elə bir tədbir oldu ki, onun təsəvvür olunmaz tədbir oldu. Hələ indi uşaqlar içəridə yerləri dardır, istədiyi kimi danışa bilmirlər. Belə bir tədbir mənim ağlım kəsməzdi. Bakıda bu kitabın təqdimatında deputatlar da oldu, belə böyük elm xadimləri də oldu, amma buradakı kimi olmadı. Və bizim o vaxt böyük bir səhvimiz nədə oldu? Səhvimiz də deyəndə biz bilmirdik. Səhv sizin oldu ki, siz bizi pis vəziyyətdə qoydunuz. O qədər böyük təqdimat oldu ki, biz onu heç bir yerdə qeyd elətdirə bilmədik ki, belə bir tədbir olubdur. Heç kim sizə sağ ol demədi, sizə. Ki, siz belə bir iş gördünüz. Və bu il qərara gəldik ki, biz təkrar gedək bu məktəbə. Həm Allah rəhmət eləsin Xocalı şəhidlərimizə, digər şəhidlərimizin ruhunu belə deyim şad eləyək. Həm də təkrar bu məktəbdə olaq və məktəbdə bu kitabın müəyyən bir elementlərini bir də təkrar eləyək. İncə soruşdunuz. Allah böyükdür. Allah hər şeyi öz yoluna qoyur. Yəni bu kitabda kitabın redaktoru Dini Qurumlar üzrə Dövlət Komitəsinin şöbə müdürüdür. Bir dəfə mənə qayıt ki, doktor, yaman çox Allah adı çəkirsən bu kitabda. Dedim, Sadiq müəllim, bəli, çəkmişəm və düz eləmişəm. Bu söhbət nədən gedir? Orada mən tez-tez demişəm ki, Allah böyükdür. Bunun haqq geci tezi qalib gələcəkdir. Geci tezi var biraz, mütləq amma haqq qalib gələcək.
və Allahın bu gününə şükür də haqq da qalib gəldi. Və ikinci bir məsələni deyim ki, mən heç qəsdən eləməmişəm, heç bilmədən. Bu kitabda indi Niyazi deyəndə ki, təkrar gedək məktəbə, kitabı vərəqlədim. Baxıram Xocalı. Kitab 348 səhifədir. 90 dəfə Xocalının adı çəkilibdir. Heç ikinci elə bir burada belə bir başqa bir ad yoxdur ki, adı bu qədər çəkilsin. Elə birinci şəkil də Xocalıdan başlayır, axırıncı yazı da Xocalıdan. Yəni Xocalı bizim o qədər böyük belə deyim ki, təsir edən bir hadisə olub ki, burada 90 dəfə bu kitabda onun adı çəkilibdir. Hər 4 səhifədən bir. Bu Xocalı hadisəsinin canlı şahidləri burada Azər Həkim, Mübariz müəllim buradadılar. Onlar öz fikirlərini deyəcəklər. Mən öz başıma gələni deyim. Xocalı hadisəsində mənim başıma nə gəldi? Evdə oturub televizora baxırdıq. Üzr istəyirəm, yoldaşımla. Və hadisənin Xocalı Çingiz rəhmətlik, Çingizlə də bir oxumuşam. Bir qrupda oxumuş, bir ildə oxumuş rəhmətlik Çingiz Mustafayevlə. Onun uşaqları göstərmək, üzünü göstər. Və başladıq, belə bir, o qədər böyük faciə idi. Elə bir-birimizin üzümüzə baxdıq, ikimiz də ağlayırıq. Elə ağlayırıq ki, elə bil ki, ən əziz adamlarımız tələf olubdur. Və səhərsi gün baxdım, yoldaşımın bütün saçı tökülübdür. Alapesiya, keçəl olubdur. O qədər böyük stres idi ki, bu bizim üçün ki, saçı tökülübdür. Və mən qərara, o vaxtın belə qərara gəldim ki, mütləq bunu nəysə bir, mən bu haqda bir iş görməliyəm. Və rəhmətli Heydər Əliyevin də burada birinci şəkildə, birinci səhifədə bir yazısı var ki, hər adam başardığı qədər bu haqqı, ədaləti dünya çatdırmalıdır. Və mən də çalışdım, indi bütün dünya olmasa da müəyyən dərəcədə, müəyyən bir ətrafıma çatdırım. Və ona da nə dərəcədə nail olmuşam deyə bilmərəm. İndi onu siz deyirsiniz ki, müəyyən dərəcədə nail olmuşuq. Qorxu nədir bilməyiz, biz dağların əlləri. Yuva yaptık göklere, baş döndüren yerlere. Engel tanımaz aşarız, bu engin dağları. El verip uzanırız, mor siyah bulutlara. Mən Türk komandasıyam, düşməni çelik pəncəmlə əzərəm. Hər yerdə mən varam. Havada, dənizdə, hər zaman və hər yerdə. Hazır, daima hazır, daima hazır. Türk əsəri. Şu kopan fırtına, Türk ordusu ya Rabbi. Sənin uğrunda ölən ordu budur ya Rabbi. Vur şanlı silahınla, könül mülkü düzəlsin. Vur şəhidlər aşkına, vur sən Allah aşkına. Qorxaqlar anlamazlar, biz ölmə aşıq olanlar. Vətən torbağı üçün biz can verib can alanlar. Şəhidin bir damla qanına, Gökyüzünü yakacağız. İnsan eğer beşikte mezarda yatmak için, kahramanlar can verir, yurda yaşatmak için. Qorxmasın məz bu şəfəqlərdə sizdən al sancaq. Dalğalanacaq bu bayraq, yankılanacaq əzanlar. Yatacaq yer bulamayacaq. Hər kimin gözü varsa, Mehmetçik tutar sözünü. Əgər bir sözü varsa. Ezilecek başı hayır, hangi denişteki ilansa, gerisi teferruattır, söz konusu vatansa. Ne? Mutlu, Türk'üm, değene, Ezan, dinmez, bayram, emmez, ölmez, ölmez. Milli onkologiyanın baş həkimi Azad Kərimlinin dediyi kimi çox möhtəşəm tədbirlər keçirilir ki, adamı çəkmir. Ancaq bu sadə və təbii görüş üçün Bakıdan uçuna-uçuna, sevinə-sevinə gəlirik. Mən ikinci dəfədir bu kənddə oluram. Belə ürək də gedir, ayaq da gedir, ruh da gedir. Sağ olun. O bəyəkləri söhbət edirdik, hələ məclis başlamamızdan əvvəl. Mən keçən görüşümüzdə də və bugünkü də elə bilirdim ki, belə yüksək səviyyədə keçəcək. Orada siz bəyəkləri dediniz ki, baxmayaraq ki, məktəbimiz balacadır, düzdür, balacadır, amma mən deyərdim ki, bura bəlkə də dünyanın ən böyük ali təhsil olacaqdır. Buranın şagirdləri şagird yox, tələbədirlər, müəllimləri də universitetlərin müəllimləri. Yəni, çox yüksək səviyyədə. Mən bilmirəm valla, o Cabir Novruzov vaxt deyirdi, rəhmətlik ki, deyirdi o yerdən yatmayanın, yatmadın ha, yerdən durmadın ha, sən evinin aboyu qəzetdən olmadısa, onun nə ləzzəti var? Bizim Fidan bala, orada bəli, Səyid, Babək və çoxları
Məsələn, həmən bu məktəbdə oxumuşlar, burada təhsil almışlar və yaxud da ki, burada o qədər gözəl müəllimlər dərs deyiblər bu şagirdlərə ki, yəni bu məktəb sağlamlamaq şərtilə, bilmirəm, mənim indi təxəyyülümdür, mən belə fikirləşirəm. Ona Allah qoysa, özünüz necə istəyərsiniz, elə deyərsiniz. Amma həqiqətən bura gələndə mən həm mənəvi istirahət edirəm, inanın ki, ruhum da istirahət edir. Çox gözəl müəssisə, çox böyük təşəkkür edirəm. Bütün kollektivə, günləri icra hakimiyyətindən nümayəndə də iştirak edir. Sizə də çox təşəkkür edirik ki, yəni siz məktəbi unutmursunuz. Məktəb deyəndə bu kəndi, əhalini, cəmaatı daim nəzərinizdə saxlayırsınız. Bugün gərək hər anımız vətən desin. Qılıncımız, qalxanımız vətən desin. Ölənlərin əvəzinə qalanımız vətən desin. Vətən desin. Vətən desin qəlbimizin hər duyğusu, hər vurğusu. Vətən desin. Fərqi yoxdur, harda olaq. Zamanımız, məkanımız vətən desin. Çox yatdıq, çox mürgülədik. Qoca millət, mürgülədik. Qoşa-qoşa dağlarımız oğurlandı. Çaylarımız, göllərimiz oğurlandı. Düzlərimiz, çöllərimiz oğurlandı. Oğurlatdıq. İndi saysaq saya sığmaz. Daha nələr oğurlanıb. Yer üstündə xəzinələr, yer altında dəfinələr oğurlanıb. Qoca millət, hər andımız amanımız, əgər varsa zərrə qədər imanımız. İmanımız vətən desin, hər yaxşımız, yamanımız vətən desin. Əli kəsik, dili kəsik, uşaqlar var hələ dustaq. Körpə dustaq vətən deyir. Bu nə külək, bu nə bulud, bu nə yağış, bu nə qardır. Didərginlər üzərində susub durdu. Vətən dedi, mürgülüsən qoca millət. Daha ötkəm, daha möhkəm, gəlsin səsin, vətən desin qoca millət. Bugün gərək hər anımız vətən desin. Bugün gərək hər anımız vətən desin. Özü də əli boş gəlməyiblər Milli Onkologiya Mərkəzinin əməkdaşları. Kipirdə keçirilən 2-ci Avrasiya Onkoloji Konqresində akademik Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin və onun əməkdaşlarının nümayiş elətdikləri elmi axtarışlara görə müəyyən həcmdə pul mükafatına layiq görüldülər. Həmin mükafatın müəyyən hissəsi uşaq fonduna, uşaq onkologiyasına ayrıldı. Bir qismi də bu məktəbə kömək məqsədi ilə gətirildi. Budur əsl ziyalı mövqeyi. Təbiidir ki, bu göstərişlər Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevdən gəlmişdi. Bütün bu xeyirxah işlərin başında şübhəsiz ki, Cəmil Əliyev durur. Biz indi hal-hazırda Kipirdə 2-ci interdisiplinar onkoloji konqresdəyik. Konqresdə daha doğrusu konqresdə akademik Cəmil Əliyevin rəhbərliyi ilə ən çox təqdimat Azərbaycandandır. Belə ki, 9 dənə təqdimatımız var. Bu təqdimatlardan 3-ü poster formasında çap olmuşdur. Məmə kanseri olan 1000 Azərbaycanlı qadında ginekoloji anamnezin özəllikləri və bunların evrələnməsindəki rolu, sonraki oligometastatik məmə süd vəzi xərçəngi və eyni yumurtadan əmələ gəlmiş qadınlarda süd vəzi xərçənginin özəllikləri. Bundan başqa 4 dənə də əlavə çıxışımız var. Bir dənə də çıxış Türkan Mansurovanındır. Demək olar ki, Azərbaycandan çox böyük nümayəndə heyəti iştirak edir və çox böyük çıxışlarımız gözlənilir və burada bir şeydə yarı zarafat, yarı ciddi yaxşı çıxışlara, yaxşı məqalələrə bunlar ödül, hədiyyə verəcəklər.
yəqin ki, onlardan heç olmasa bir neçəsini də biz ala bilərik. Çünki çox aktual mövzularda bizim yazılarımız, çıxışlarımız vardır. Belə, mən belə bir akademik Cəmil Əliyevə minnətdarlığımı bildirirəm ki, bu şəraiti yaradıb və biz burada böyük bir kollektivlə iştirak edirik və onun yaratdığı şərait hesabına bu araşdırmaları mərkəzdə apara bilirik. Misal üçün, molekulyar onkoloji belə deyək ki, araşdırmalar bizdən başqa demək olar ki, çox az yerdə aparılır. Bəşər övladına həyat imtahan. Nədənsə bunu tez unudur insan. Nə qədər yaşasaq gözəl firavan, bir gün imdadına gələr həkimlər. Sözünü dinləyib dərdini qanar, özünü xəstənin yerində sanar. Dərmanın axtarar, ürəyi yanar, əlindən gələni eylər həkimlər. Sevir obasını, sevir elini, məhrəmdir, hamının bilir dilini. Hərarətin varsa çəkir əlini, alnına sərinlik çilər həkimlər. Xəstəsi əlacsız olsa da əgər, amanı əlacı Tanrıdan dilər. Ürəyi əriyər, qəlbən üzülər, xəstənin yanında gülər həkimlər. Mən də hər kəsi salamlayıram, hörmətli tədbir iştirakçıları, əziz məktəb kollektivi, hər birinizi xoş gördük. Çox dəyərli qonaqları doğma Beyləqan torpağında, doğma Yuxarı Kəbirli kəndində uğurları ilə bizi hər zaman sevindirən, fəxrimizə səbəb olan çox əziz Yuxarı Kəbirli Əli Əsgərova məktəbdə görməyimizə çox şadıq. Sizlərlə bu görüşdə, bu tədbirdə iştirak etdiyim üçün qürur duyuram. Mən də sizin hər birinizə, əziz qonaqlar, rayon icra hakimiyyətinin rəhbərliyi adından xoş gəlmisiniz deyirəm, öz adımdan xoş gəlmisiniz deyirəm. Bildirmək istəyirəm ki, bu məktəb əslində balaca olsa da uğurları həddindən artıq çoxdur. Hörmətli məndən əvvəl məktəb direktoru Təranə müəllimə də bu barədə danışdı. Biz hər zaman onlarla fəxr edirik. Uğurları ilə bizi sevindirən şagirdlərimizə fəxr edirik. Bəşəriyyətə qarşı törədilmiş bu cür faciələr bir də təkrarlanmayacaq. Bunun üçün də ilk növbədə biz tariximizi unutmamalıyıq, unutturmamalıyıq. Soyqırım unudulduqca təkrarlanır və bu mövzuda kitabların həsr olunması, filmlərin çəkilməsi, həmin dövrü yaşamayan, görməyən gənclərimizin yaddaşında bir daha o tarixin təkrarlanmaması üçün onların atdığı addımlar vətənpərvərlik baş qaldırır və tariximizi unutmuruq bunların sayəsində. Mən bildiyimə görə bugün həm də hörmətli qonaqlarımız elə o mövzuda kitabla qonaq gəliblər bizim bu doğma Beyləqana, doğma məktəbimizə və bir daha bu kitabın bu mövzuda yazılmasını təqdirə layiq hesab edirik və bunun üçün də sizə bir daha minnətdarlığımızı bildiririk. Bir deyirik odur ki, özündən sonrakıları işləməyə alışdırmaqdır. Siz gəlişinizlə bugün bunlara elə bir stimul verirsiniz ki, hörmətli qonaqlarımız, hörmətli kəbirlilər, hörmətli yerlilər, hörmətli Beyləqanlılar. Siz elə bir qatqı verirsiniz ki, o uşaqlar bundan sonra çox böyük məsuliyyətin altında olacaq, məsuliyyətin baskısında olacaq və inanıram ki, o məsuliyyətdən də çıxış edərək və istənilən nəticələr biz istədiyimiz nəticələrə gəlib çıxacaqlar. Hey düşmən, qarı düşmən, istəyirsən dörd yanımız sarı düşmən, istəyirsən aramızda göz görməyən bir sət yarat, istəyirsən keçilməyən sərhəd yarat. Keçəcəyəm, gələcəyəm, al qanını torpaq üstə tökəcəyəm. Qələbəmə qəh-qəh çəkib güləcəyəm. Qanad açıb uçsan göyə, qanadından vuracağam. İnadından dönməz olsan, inadından vuracağam. Arzuları çıxardaraq, ürəyinə od vuracam, kül olacaq. Qəzəb dolu baxışların gözlərinə mil dolacaq. Oyacağam oymoyum, məni yaxşı tanımırsan. Mən bir türkəm, türk oğluyam, türkdür soyum. Min illərin arxasında əslim bəlli, köküm bəlli, nəslim bəlli. Bu bəşərin beşiyində ilk olaraq yatan mənəm. Mənə göylər layla çalmış, bu dünyanın hər yerində izim qalmış. Orduları pərən salan,
Alay pozan millət mənəm. Tarix yazan millət mənəm. Şərqdən qəlbə hükm eləyən hökmranam. Bilgə Xaqan Arpaslanam. Atıllayam, Çingiz xanam. Teymur Ləngəm, İsmailam. Sultan Mehmet Süleymanam. Əsir olmaq, nökər olmaq. O hisslərlə tamam yadam. Bəstir daha at oynatdı. Qılınc çəkdim, baş apardım. Yetər daha qarı düşmən. Gəlirəm mən. Mən gəlincə, ağlın varsa o yerlərdə çalışdırma. Zəfər çalmaq sənlik deyil. Xəyallarla ürəyini ovdurma. Nə qədər ki anan ağlar qalmayıbdır. Cəhənnəm ol. Nə qədər ki ölməmsən. Cəhənnəm ol. Hey düşmən, gəlirəm mən.